Yasamal rayonu Elmlər metrosunun yaxınlığında Elite City yaşayış kompleksində 3 otaqlı, qanuni, təmirli, əşyalı, kubcalı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Əhməd Cəmil küçəsində. Elite City yaşayış kompleksində Elmlər Akademiyası metro stansiyasının yaxınlığı və 53 nömrəli orta məktəbin yaxınlığında yerləşən hündür mərtəbəli binanın 9-cu mərtəbəsində ümumi sahəsi 128 kvadrat olan qanuni 3 otaqlı, tam təmirli, sənədi kubcu olan və mənzil əşyaları ilə birlikdə satılır. Təcil olaraq qiyməti sonda deyəcəyim, videomuzu sona dək izləyin. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Elmlər metro stansiyasının yaxınlığında, 53 nömrəli orta məktəbin yanında hündür mərtəbəli yeni inşa olunmuş Elite City yaşayış kompleksində ümumi sahəsi 128 kvadrat olan qanuni 3 otaqlı, tam təmirli mənzildir ki, mənzil əşyaları ilə birlikdə satılır. Binanın yerləşdiyi ərazi ilk öncə də bildirdiyim kimi həm 53 nömrəli orta məktəbə, həm Elmlər metro stansiyasına və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına yaxın olmaqla bərabər bu ərazidə yerləşən bütün yaşayış obyektlərinə də çox yaxın bir ərazidə yerləşir. Əvvəldə demişdim, qiyməti sonda deyəcəyəm. Mənzilin qiyməti 430 min manatdır. Real alıcı olduğu təqdirdə endirim etmək də mümkündür. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonu Mirəli Seyidov küçəsində təcili olaraq 3 otağa düzəlmə, tam təmirli kubcalı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, əvvəldə də bildirdiyim kimi Mirəli Seyidov küçəsində inşa olunmuş hündür mərtəbəli binanın 9-cu mərtəbəsində ümumi sahəsi 103 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə, tam təmirli və qazı, suyu, işığı daimi olan bir mənzildir. Lifləri işlək vəziyyətdədir. Mənzilin sənədi kubcadır, ipotekaya yararlıdır. Yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər inşaatçılar metrosuna və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud da icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Mirəli Seyidov küçəsində. Yeni inşa olunmuş hündür mərtəbəli binanın 9-cu mərtəbəsində ümumi sahəsi 103 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə, tam təmirli bir mənzildir. Sənədi kubcadır, ipotekaya yararlıdır, istilik sistemi kombidir. Yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bir neçə avtobus xəttinin dayanacağına və həmçinin inşaatçılar və Elmlər metrosuna da çox yaxın bir ərazidə yerləşir. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonunda Targovda, şəhərin mərkəzində 2 otaqlı mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun.
Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Targovda, şəhərin tam mərkəzində 2 mərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 40 kvadrat olan 2 otaqlı mənzildir, təcili olaraq satışa çıxarılıbdır. Videoda da gördüyünüz kimi mənzil tam təmir olunubdur, ideal təmir olunubdur, təcili olaraq satışa çıxarılıbdır. Sənədi Kupçadır, yerləşdiyi ərazi sahil metrosuna və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına və hətta bu ərazidə yerləşən bütün yaşayış obyektlərinə də çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Targovda, şəhərin mərkəzində 2 mərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 40 kvadrat olan 2 otaqlı, tam təmirli bir mənzildir. Hal-hazırda bu ərazidə belə bir mənzilləri 700 manata kirayə vermək mümkündür. Bu mənzilin sənədi Kupçadır. Əvvəldə də bildirdiyim kimi yerləşdiyi ərazi İçəri şəhər metrosuna, sahil metrosuna və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına və bu ərazidə yerləşən bütün yaşayış obyektlərinə də çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 115.000 manatdır. Real alıcı olduğu təqdirdə yəqin endirim etmək də mümkün olar. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonu Mida yaşayış kompleksində qanuni 3 otaqlı, tam təmirli və əşyalı mənzil kirayə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən 3 saylı asan xidmətin arxasında təxminən 500-600 metrlik məsafəsində yeni salınmış Mida yaşayış kompleksində 2 mərtəbəli binanın 3-cü mərtəbəsində ümumi sahəsi 80 kvadrat olan 3 otaqlı, tam təmirli və bununla bərabər tam əşyalı, isitmə sistemi kombi olan bir mənzildir. Ailə olmaq şərti ilə, uşaqları böyük olmaq şərti ilə və xarici vətəndaşlara uzun müddətli kirayə verilir. Videomuzu sona dək izləyin, aylıq kirayə haqqını da videonun sonunda deyəcəyim. Dəyərli izləyicilər, əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, yeni salınmış Mida yaşayış kompleksində, 12 mərtəbəli binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 80 kvadrat olan tam təmirli və tam əşyalı mənzildir. Uzun müddətli ailə və yaxud xarici vətəndaşlar olmaq şərti ilə kirayə verilir. Mida yaşayış kompleksi yeni salınmasına baxmayaraq daxilində 2 məktəb, 2 bağça və bütün yaşayış obyektləri fəaliyyət göstərir. Və bununla bərabər 9, 10 və 7B nömrəli avtobus xətlərinin sonuncu dayanacağı da Mida yaşayış kompleksinin daxilindədir. Dəyərli izləyicilər, bu mənzilin aylıq kirayə haqqı 700 manatdır. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.